Deyirəm ki, o dar gündə, insanın dar günündə bir də görsən ki, zəng eləyirlər adama, başlayırlar. Allah sənə kömək eləsin, Allah belə eləsin, Allah beşməkan eləsin. Sən də oturmusan bir 10 dəqiqə, 15 dəqiqə qulaq asırsan bu məsələyə, deyirsən, bircə tez qutarıydı bu, ad boy verərdimi? Bilirsiniz, mən sizə bir söz deyim. İnsana kömək eləyən də, eləməyən də, ziyan vuran da təkcə elə insan özüdür. Allahın daha mühüm məsələləri var, bəşəriyyət məsələləri, hansı ilə ki o məşğuldur və bizim çox bir işlərimizə o qarışmır. Bu dəqiqə bu dünyada və burada puldur, pul, hər şeyin demək olar ki, başında duran puldur. Yəni kim kömək eləmək istəyirsə, o zəng vurub saatla, dəqiqə ilə, nə bilim, yarım saatla o niyyət deməkdənsə çıxart bir 500 manat ver, o ilə də məsələ bitsin. Odur ki, qaldı qohum zat söhbətinə. Qohum bu sadəcə bir statusdur, başa düşürsünüz? Yəni real əgər qohumdan söhbət gedirsə, insanın qohumu ancaq anasıdır, atasıdır, bacısıdır, qardaşıdır. Başa düşdünüz? Bu qədər. Sabahınız xeyir olsun, qəlbdən qəlbə.